burada nə elədik? Admin hissəsinə gəldik. Bu hissədən System Settings hissəsindən burada X-Force Threat Intelligence feed-i aktivləşdirdik. Ondan sonra save edirik. Sonra Deploy Change edirik. Ondan sonra Extensions Management hissəsində add eləmək üçün ki, biz bunu add eləmişik. Bunu yükləmək üçün oradan extensionu bu səhifəyə gəlib buradan login oluruq. Ki, mən login oldum az öncə. Bundan sonra X-Force axtarışa veririk. Və buradan biz bunu yükləmişik. Monitoring Content Extension. Ki, bunu yükləyəndən sonra bu cür görsənir. Content Package Threat. Amma bu Community Edition üçündür. Biz Threat Intelligence App olaraq yükləməliyik. Normal küradarda. Ki, həcmlərinin fərqindən görə bilərik. Sadəcə olaraq bunu test eləmək üçün nə yaddaşımız yoxdur. İndi deyək 30 günlük trial götürmüşük, amma yaddaş biraz problem yaradır. Ondan sonra yenidən gəlirik bu hissəyə. Bu hissəyə add edirik. Browse edirik. Buradan yükləmələrdən bunu seçirik. Ki, mən seçmişəm. Sonra yükləməyə qoyuruq və yüklənir. Yükləndiyini hardan bilirik və bunun nə kimi dəyişikliklər olur? Burada artıq yükləndiyini göstərir bizə X-Force-un. Deməli, offense hissəsindən rullara gəlirik. Burada threat hissəsi var. Hansı ki, bizə daha doğrusu X-Force-un threat hissəsində bizə göstərəcək olan rulları var. X-Force özü threat hissəsindən, belə deyək, rulları yazır. Ki, indi onlara baxaq. Burada gördüyümüz kimi hamısı bugün, oktyabrın 4-ü bunu işləyirəm. Oktyabrın 4-ü baş verir və avtomatik olaraq bütün rullar bura, belə deyək də, deploy olunub. Burada da məsələn X-Force-un öz rulları var. Mail server, sending mail to server control, spam, məsələn spam maillərini falan detect edir və yaxud da ki, maraqlı rullar yazıb özü X-Force. Ki, biz belə bu cür istifadə edib X-Force-u yükləyə bilərik.